Atasının qətlini sifariş verməkdə təqsirləndirilən oğlun və onun killerlərinin məhkəməsi yekunlaşıb. Cinayətkinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. İttihama görə oğul öz iradəsindən asılı olmayan səbəblərdən sifariş verdiyi cinayəti başa çatdıra bilməyib. İttihama görə Fəqan Fərəcov İmişli rayonunda yaşayan 70 yaşlı atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verib. İlkin də sifarişi yerinə yetirmək üçün Fariz İsmailovu cəlb edib. İşin yekununda killerlər 4000 manat pul almalı olublar. Kişini öldürmək üçün İlkinlə Fariz İmişliyə gediblər. Lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməyiblər. Baş Prokurorluğun İstintaq İdarəsində istintaqa aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcova Cinayət Məcəlləsinin 32.3, cinayətin təşkilatçılığı 28.120.2.1, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq 32.3, 28.120.2.5, sifarişlə adam öldürməyə hazırlıq İlkin Hüseynov və Fariz İsmailova isə Cinayət Məcəlləsinin 28.120.2.1, 28.120.2.5 maddələri ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dindirilən Fəqan Fərəcov atasının ölümünü deyil, döyülməsini sifariş verdiyini bildirib. Buna görə İlkin Hüseynova ilkin olaraq 3000 manat ödəniş edib. Zərər çəkmişi öldürməyə evet, o söyle ama son çekimlerden bir yere vereceğim. 3 gün o çekim olacağım. Artık bana sonra çekimden taşımayacağım. Ama o fikirler ben merak olmadım. Görmek için. Tamam, tekrar bırakın. Evet. Zərər çəkmiş deyilmiş. Neden? Neyin doğma? Öyle olmuyor. Sadece onu öldürme söhbəti olmuyor. Şartlar ne var bunlardır? O söhbəti... Ben niye göre? Neden? Nasıl öyle? Hatasını niye göre? Yani ana rəhbətə gedən sonra bir anlıq elə bir depresiya. Atamızın yaşı 70'in üzerinde. Mənim qəlbi oldu ki, və anamı hələ də görüb ölüsün göstürür. Ne deyib? Anamın rəhbətə gedən vaxtı, anamın ölüsün göstürür, həmin haq. Yəni çox peşmanam. Yəni amma mən o fikirdə olmamışam. Plana əsasən sifariş Fərəcovların İmişli rayonunda yerləşən evlərinin həyətində həyata keçirilməli olub. Təqsirləndirilən şəxsin dediyinə inansaq, son anda öz iradəsi ilə bu niyyətindən imtina edib. Gələnə qədər İmişliyə gedir də. Bəli, gedir. Ünvanı verirsən, görmüş.